Tox yirazlarımın təpəsini verəcəm ona. Dərsən ona da yüz verdimi? Cındırar, larhalar qısır. Başqa vaxt iş göyə azarımış. Amma uşaq Allah haqqı həqiqi xəstədir. Yazıq kuxunu da gəlib uşaq durmuşdu. Yanımızda yuxarıda nənəsi qoymurdu. Zorla əlinə piçenliyi biz verdik, çıxartdıq ki, az bacın ağlayır, sən apar ver piçenliyi yuxarı. İndi ifrit onu da görüb onu. Mən Əlizadə Yusuf Sağoğlu, Rüqayyə Əlizadəni 4 nömrəli bağçaya qoyurdum, Körpələr evinə. Aysel müəllimə, oranın direktoru, Xəyalət Ağıyeva, Yaslı müəlliməsi neçə dəfələrlə bizi təhqir eləyib. Xəyalət Ağıyeva aparmış uşağımızı qoymağa bizi təhqir eləyib. Valideynin nə haqla təhqir eləyirsən sən? Neçə dəfələrlə getmişik, qanundan kənar şeylər görmüşük. Məktəb uşaqlarını gətirirlər ora, regiona xəbər verirlər ki, güya az yaşlıdır. Amma az yaşlı deyil, məktəb uşaqlardır. Neçə dəfələrlə qanundan kənar şeylər görmüşük. Bizi neçə dəfələrlə uşağımızı aparmışıq ki, qoymağa, yəni bizi təhqir edici sözlərlə, yəni deyib, təhqir edici sözlər deyib valideynə. Yəni çox xahiş edirəm, 2026-cı il tarixinə qədər, indiyənə qədər qruplarda, hər qrupda məşğələ keçirilməlidir. Yəni məşğələ şəkilləri indiyənə kimi yoxdur. Yəni oradan araşdırıb bilərsiniz ki, yəni indiyənə kimi məşğələ keçirilməyib. Hər qrupda məşğələ şəkilləri olmalıdır. Yəni çox xahiş edirəm, bir tədbir görülsün. Aysel müəllimi ilə Xəyalət Ağıyeva birləşir, Maarif Şurası birləşir, regiona aldadırlar. Məktəb uşaqlarını gətirirlər, regiona az yaşlı olaraq təqdim edirlər. Qanun öz məişət işləri ilə məşğuldular. Uşaqlara baxmırlar. Neçə dəfələrlə getmişəm, Xəyalət Ağıyevanı orada tapanmamışam 6-7 dəfə. 6-7 dəfə uşağımı yıxıblar. Yəni şəkillərlə də, sübutlarla da, səs yazılarla da yəni sizə nümayiş elətdirmişəm. Yəni çox xahiş edirəm 4 nömrəli bağçaya bir tədbir görülsün.